Qoç bürcü. Mayın əvvəlində qarşınızda bir çox gözlənilməz imkanlar açılacaq ki, onlardan yararlanmaq vacibdir. Maraqlı insanlarla qeyri-adi tanışlıqlar mümkündür. Bir çox qoç faydalı əlaqələr qura biləcək. Xoş təəssürat yaratmaq, başqaları üzərində qələbə qazanmaq və onların sizə rəğbətini oyatmaq asan olacaq. Birgə işimiz son dərəcə məhsuldar olacaqdır. Siz həmfikir insanların dəstəyini qazana və uzun müddətdir ki, bəzi rəqiblərinizi öz tərəfinizə inandıra biləcəksiniz. Eyni zamanda yersiz zarafatlar və ya həddindən artıq sərt ifadələr səbəbindən anlaşılmazlıqların qarşısını almaq üçün ünsiyyətdə incəlik saxlamaq vacibdir. Ayın ortası yeni başlanğıclar üçün əlverişli olacaq. Cəsarət və qətiyyət sizə ən yaxşı tərəfinizi göstərməyə, nüfuzunuzu və işgüzar nüfuzunuzu gücləndirməyə kömək edəcək. Uzun müddətdir davam edən problemləri həll etmək mümkün olacaq. Eyni zamanda heç bir yerə tələsməmək, tələsik nəticə çıxarmamaq, maliyyə məsələlərində lüzumsuz risklərdən qaçmaq vacibdir. Ayın sonu səyahət və işgüzar səfərlər üçün idealdır. Siz yalnız bütün məqsədlərinizə çatmayacaq, həm də yaxın gələcək üçün sizə enerji verəcək parlaq təəssüratlar qazanacaqsınız. Buğa bürcü. Ayın əvvəli çətinliklərsiz olmasa da kifayət qədər uğurlu olacaq. Hər şeyin öhdəsindən gələ biləcəksiniz, lakin həmişəkindən daha çox səy göstərməli olacaqsınız. Enerji artımı və yüksək əhval-ruhiyyə sizə kömək edəcək. Heç bir sürpriz sizi yoldan çıxara bilməyəcək. Bir çox buğa qeyri-adi praktik və ağlabatan olacaq, bu da onlara düzgün qərarlar qəbul etməyə və ciddi məsələləri həll etməyə imkan verəcəkdir. Yaşlı qohumların və təcrübəli həmkarların məsləhətlərinə qulaq asmaq zərər verməz. İşləri qaydaya salmaq üçün əlverişli zamandır. Ayın ortasında emosional vəziyyətinizə xüsusi diqqət yetirməlisiniz. Yaxınlarınızla fikir ayrılıqları çox güman ki, impulsivliyinizdən qaynaqlanır. Sərt ifadələrdən çəkinmək lazımdır. Həddindən artıq inadkar olmamalı və istənilən vəziyyətdə yolunuza getməyə çalışmamalısınız. Həmkarlar və tərəfdaşlarla razılığa gəlmək asan olmayacaq. Kənardan kömək almadan həll edə biləcəyiniz işlərə diqqət yetirmək daha yaxşıdır. Ayın sonu hər cəhətdən əlverişli olacaq. Edilən səhvləri düzəltmək və pozulmuş əlaqələri bərpa etmək imkanı olacaq. Maraqlı insanlarla xoş tanışlıqlar mümkündür. Əkizlər bürcü. Mayın əvvəli parlaq və hadisələrlə dolu olacaq. Bir çox problemləri, o cümlədən demək olar ki, ümidsiz görünənləri həll etmək imkanı olacaq. Bir çox əkizlər çoxlu faydalı əlaqələr qura biləcəklər. Xarici tərəfdaşlarla əməkdaşlıq uğurlu olacaq. Səfərlər, xüsusən də uzun və uzaq səfərlər üçün əla vaxtdır. Maliyyə dəstəyi almağınız və yeni gəlir mənbələrinin yaranması ehtimalı yüksəkdir. Yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq ki, bu da çətin vəziyyətlərdə qeyri-adi həll yolları tapmağa imkan verəcək. Bu birlikdə işləmək üçün gözəl vaxtdır, son dərəcə məhsuldar olacaq. Heç bir yerə tələsməmək vacibdir, impulsiv hərəkətlər səhvlərə səbəb ola bilər. Əgər təmkin və ehtiyatlı davransanız, təsirli nəticələr əldə edəcəksiniz. Hər şeyi bir anda bitirməyə çalışmayın, addım-addım atın. Ayın sonu ünsiyyət, danışıqlar və ictimai çıxışlar üçün xüsusilə əlverişlidir. Optimist münasibət və xoş niyyət insanları asanlıqla qazanmağınıza kömək edəcək. Nüfuzlu himayədarların və etibarlı müttəfiqlərin meydana çıxması istisna edilmir. Xərçəng bürcü. Mayın ilk günləri yeni şeylər öyrənmək üçün əlverişli olacaq. Siz tanış olmayan məsələləri tez başa düşəcək və bir çox faydalı bacarıqlara yiyələnəcəksiniz. İmtahanlara hazırlaşmaqla məşğul olan xərçənglərin bəxti gətirəcək. Gözlənilməz istedadları kəşf etmək üçün yaxşı vaxtdır. Başqalarının həll etməkdə aciz olduğu sübut edilmiş problemlərə orijinal həllər təklif edə biləcəksiniz. Mümkündür ki, vacib məlumat və xoş xəbərlər gəlsin. May ayının ortalarında hər şey gözlədiyiniz kimi getməyəcək. İşə cəmləmək və əhəmiyyətsiz səbəblərdən yayınmamaq çətin olacaq. Kiçik itkilər mümkündür, lakin kifayət qədər ehtiyatla əhəmiyyətli itkilərin qarşısını almaq olar. Əvvəlki vədlərinizə əməl etdiyinizə əmin olun, əks halda reputasiyanızı korlamaq riski ilə üzləşəcəksiniz. Böyük sövdələşmələrin bağlanması və mühüm müqavilələrin imzalanması üçün ən əlverişli dövr deyil. Ayın sonuna kimi müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək.
Optimist münasibət və alicənablıq sizə çoxlu faydalı əlaqələr qurmağa və pozulmuş münasibətləri bərpa etməyə imkan verəcək. Kömək gözləmədiyiniz insanlardan gələcək. Şir bürcü. Ayın lap əvvəlində güc və enerji artımı hiss edəcəksiniz. Cəsarətli ideyaları həyata keçirə biləcəksiniz. Yeni başlanğıclar üçün əlverişli dövr. Bir çox şir bürcü öz məqsədlərinə çatmaq yolunda əhəmiyyətli irəliləyiş əldə edə biləcək. Peşəkar ambisiyanız artacaq və bu işlərinizin vəziyyətinə ən yaxşı təsir göstərəcək. Faydalı əlaqələr qurmaq üçün əla vaxtdır. Ancaq tələsik qərarlar və tələsik nəticələrdən qaçınmaq lazımdır. Rəqabət etmək istəyiniz artacaq və bu həmişə uyğun olmaya bilər. Enerjinizi düzgün istiqamətə yönəldə bilsəniz, təsir edici nəticələr əldə edəcək, həmkarlarınız və rəhbərlik arasında yaxşı reputasiya qazanacaqsınız. Önəmsiz məsələlərlə bağlı lazımsız mübahisələrdən çəkinin. Çətin işləri sonraya qoymayın, əzmkarlıq və əzmkarlıq istənilən maneələri dəf etməyə kömək edəcək. Ayın sonu ciddi layihələr üçün o qədər də uyğun deyil. Başladığınız işləri başa çatdırmağa və mümkün səhvləri düzəltməyə diqqət yetirin. İlk cəhddə hər şey nəticə verməyəcək, lakin kiçik uğursuzluqlar sizə mane olmayacaq. Qız bürcü. Ayın ilk günlərində çətin ki, çətinliklərdən qaça biləsiniz. Prioritetləri düzgün təyin etmək və qüvvələri ağıllı şəkildə bölüşdürmək həmişə mümkün olmur. Bəzi qız bürcləri başqaları ilə ortaq dil tapmaqda çətinlik çəkəcəklər, hətta adətən qarşılıqlı anlaşma əldə etmək asan olsa belə. Tələsik qərarlar verməməli və riskli layihələrə qarışmamalısınız. Çətin dövr uzun sürməyəcək, vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. İşlərinizi qaydasına sala, səhvləri tapıb düzəldə, itirilmiş vaxtın əvəzini çıxa biləcəksiniz. Köhnə öhdəliklər sizi təqib etmək üçün geri qayıda bilər, lakin onlar sizi çıxılmaz vəziyyətə salmayacaqlar. Təmkin, ehtiyatlılıq və intizam sizə kömək edəcək. Enerjiniz artacaq, ona görə də bütün lazımi işlərin öhdəsindən uğurla gələcəksiniz. Böyük həmkarların və ya təcrübəli tanışların məsləhətlərini dinləməyə dəyər, onlar sizə faydalı fikirlər verəcəklər. Ayın sonu kifayət qədər ziddiyyətli olacaq. Başqalarının dəstəyinə çox güvənməməlisən, ilk növbədə özünə və öz gücünə güvənməlisən. Xoş xəbərlər alacağınızı gözləmək olar. Qısa səfərlər əlverişli olacaq. Tərəzi bürcü. Ayın əvvəlində özünüzə inam və nəyin bahasına olursa olsun nəticə əldə etmək istəyi sizi müşayiət edəcək. Eyni zamanda ehtiyatlılığı da unutmaq olmaz, tələsik hərəkətlərin müdrik olması ehtimalı azdır. Bir çox tərəzi bürclərində gizli istedadlar oyanacaq ki, bu da bir çox problemlərin həllinə kömək edəcək. Bəzi vacib məsələlərin irəliləməsinə nail olmaq mümkün olacaq. Sövdələşmələrin bağlanması və danışıqların aparılması üçün əlverişli dövr. Hər şey rəvan getməyəcək, ancaq hər hansı maneəni uğurla dəf edəcəksiniz. Mayın ortaları kifayət qədər gərgin olacaq. Həmişə bir-birinizi yaxşı başa düşdüyünüz insanlarla belə fikir ayrılıqları ola bilər. Kiçik uğursuzluqlar dövrü olacaq, lakin bunlar fəlsəfi olaraq qəbul edilməlidir. Bacardığınızı edin, təsir edə bilməyəcəyiniz şeylərdən narahat olmayın. Hər vəziyyətdə haqlı olduğunuzu sübut etməyə çalışmamalısınız, bəzən kiçik güzəştlərə getmək daha ağıllıdır. Ayın sonuna qədər hər şey yaxşı olacaq. Bütün səylərinizdə şanslı olacaqsınız, lakin bu öz səylərinizi ləğv etmir. Çoxdan planlaşdırılan planları həyata keçirmək və cəsarətli ideyaları həyata keçirmək imkanı yaranacaq. Siz tək hərəkət etməli olmayacaqsınız, etibarlı müttəfiqlər mütləq köməyinizə gələcəklər. Əqrəb bürcü. Mayın əvvəli olduqca çətin olacaq. Soyuqqanlılığınızı qorumaq sizin üçün asan olmayacaq, amma buna cəhd etməlisiniz. İmpulsiv davranış və düşüncəsiz hərəkətlər işinizə böyük mane olacaq. Əksər əqrəblər çox əsəbləşəcəklər, bu da onların başqaları ilə münasibətlərinə yaxşı təsir göstərməyəcək. Yeni layihələrə başlamaq üçün ən yaxşı vaxt deyil. Yaxşı olar ki, bütün diqqətinizi işləri başa çatdırmağa, nizama salmağa və səhvləri düzəltməyə yönəldin. Ayın ortasında başqaları ilə ümumi dil tapmaq həmişə mümkün olmayacaq. Çox güman ki, fikirlər toqquşması olacaq, heç kim güzəştə getmək istəməyəcək, ona görə də razılığın əldə olunması ehtimalı az olacaq. Mümkünsə nəticələri tamamilə sizdən asılı olan şeyləri edin. Tələsik nəticələrdən və tələsik qərarlardan çəkinin.
Siz bütün lazımi tapşırıqları uğurla yerinə yetirəcəksiniz, lakin bu gözlədiyinizdən daha çox vaxt və səy tələb edəcək. Ayın sonuna yaxın itirilmiş vaxtı kompensasiya etmək imkanı yaranacaq. Kifayət qədər səy göstərsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Gələcək uğur üçün möhkəm zəmin yaratmaq imkanı olacaq. Oxatan bürcü. Aya qeyri-adi uğurlu başlanğıcınız olacaq. Demək olar ki, ümidsiz görünən məsələləri həll edə biləcəksiniz. Bir çox oxatanlar cəsarət və aktivlikdə artım hiss edəcəklər ki, bu da işlərinin nəticələrinə yaxşı təsir edəcək. Həvəs və qətiyyət istənilən maneələri dəf etməyə imkan verəcək. Həmkarların və rəhbərliyin gözündə yaxşı reputasiya yaratmaq imkanı yaranacaq. Yeni başlanğıclar üçün əlverişli dövr. Bütün çətinliklərin öhdəsindən tək gəlmək lazım deyil, həmkarların və müttəfiqlərin dəstəyi uzun sürməyəcək. Mayın ortalarında digər insanların hisslərinə və maraqlarına qarşı xüsusilə həssas olacaqsınız. Bu, uğurlu danışıqlar aparmağa, faydalı əlaqələr qurmağa və əldən verdiyiniz insanlarla münasibətləri bərpa etməyə kömək edəcək. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq ki, bu da başqalarının diqqətindən yayınmayacaq. Yeni tanışlıqlar və romantik münasibətlərin başlanğıcı üçün əlverişli zamandır. Sadəcə heç bir illüziya və tələsik şeylərə qapılmayın. Vəziyyətin tədricən inkişaf etməsi üçün özünüzə biraz vaxt verin. Ayın sonu əsasən əlverişli olacaq, lakin çətinliksiz keçməyəcək. Təsadüfi itkilərin qarşısını almaq üçün pulla işləyərkən diqqətli olmaq vacibdir. Sevdiklərinizlə mübahisələrə girməyin, yaxşı münasibətləri saxlamaq yolunuzu almaqdan daha vacibdir. Oğlaq bürcü. Ayın əvvəlində hər şey qaydasında getməyəcək. Bir çox oğlaqlar bir qədər nəzakətsiz olacaqlar ki, bu da onların başqaları ilə ortaq dil tapmasına mane ola bilər. Kiçik şeylərə çox əhəmiyyət verməməlisiniz. İri layihələrə başlamaq üçün ən əlverişli dövr deyil. Uğurlu əməkdaşlığın qurulması ehtimalı azdır. Yaxınlarınızla ciddi danışıqlardan və mühüm məsələlərin müzakirəsindən qaçmaq daha yaxşıdır. Diqqətinizi tək başına həll edə biləcəyiniz şeylərə yönəldin və səbirli olun. Çətin dövr tezliklə parlaq bir zolaqla əvəz olunacaq. Ayın ortasında dözümlülük və əzmkarlığa ehtiyacınız olacaq. İlk cəhddə hər şey nəticə verməyəcək, lakin bu imtina etməli olduğunuz demək deyil. Heç bir əlavə iş yükü götürməməyə çalışın. Həqiqətən onlara məhəl qoymamaq istəsəniz də, əvvəllər verdiyiniz vədləri yerinə yetirmək çox vacibdir. Kiçik maliyyə problemləri ola bilər, lakin bu ciddi problemlərə gətirib çıxarmayacaq. Ayın sonunda enerji artımı hiss edəcəksiniz. Optimist münasibət istənilən sürprizlərin öhdəsindən gəlməyə kömək edəcək. Faydalı əlaqələr və nüfuzlu havadarlar qura biləcəksiniz. Dolça bürcü. Mayın əvvəli qarışıq olacaq. Həmişə yaxşı anlaşdığınız insanlarla belə razılığa gəlmək çətin olacaq. İctimai tədbirlərdə iştirak üçün əlverişsiz zamandır. Danışıqlar və görüşlər çox da yaxşı getməyəcək. Dolçaların əksəriyyəti adi cari işlərinə diqqət yetirməlidirlər. Başqalarının köməyinə çox güvənməməlisən. Sizdən imtina etməyəcəklər, amma onlardan nəyə ehtiyacınız olduğunu izah etmək, hər şeyi tək başına həll etməkdən daha çətin olacaq. Ayın ortası yeni şeylər öyrənmək və qeyri-adi problemlərin həlli üçün əlverişlidir. Qazandığınız biliklər uzun müddət yaddaşınızda qalacaq və yaxın gələcəkdə sizin üçün faydalı olacaqdır. İntuisiyanız kəskinləşəcək və onun göstərişləri faydalı və vaxtında olacaq. Rəhbərlik və digər nüfuzlu şəxslərlə əlaqələr qurmaq imkanı yaranacaq. Özünə inam sizə istənilən çətinliyin öhdəsindən gəlməyə imkan verəcək. Xeyirxahlığınız sizə qarşı simpatiya oyatmağı asanlaşdıracaq. Çox güman ki, ofis romantikası başlayır. Ayın sonunda əhval-ruhiyyənin dəyişməsi, emosional problemlər, heç bir səbəb olmadan narahatlıq və narahatçılıq ehtimalı var, ona görə də diqqəti biznesə cəmləmək çətin olacaq. Balanslı yanaşma və sağlam düşüncə sizə kömək edəcəkdir. Yaxınlarınızın dəstəyi də faydalı olacaq. Balıqlar bürcü. Ayın əvvəli emosional yüksəliş və yaxşı əhval-ruhiyyə gətirəcək. Kifayət qədər səy göstərsəniz uğur qazanacaqsınız. Çox mürəkkəb görünən məsələlərdə irəliləmək imkanı olacaq. Bir çox balıqlar rəhbərliyin gözündə özünü yaxşı tərəfdən göstərəcək və karyera yüksəlişi şanslarını artıracaq. Birgə iş çox uğurlu və məhsuldar olacaq.
İndi cəsarətli təkliflər irəli sürməyin vaxtıdır qiymətləndiriləcək və həyata keçirilməsinə kömək edəcəklər. Ayın ortasında öz impulsivliyinizi cilovlasanız, təsir edici nəticələr əldə edə biləcəksiniz. Rəqabət istəyiniz artacaq və onu düzgün istiqamətə yönəltmək vacibdir. O zaman bir çox mürəkkəb problemləri həll edə biləcəksiniz. Sizin üçün əziz olan insanlarla ünsiyyətdə xüsusilə diqqətli və nəzakətli olun. Kiçik işgüzar səfərlər və işgüzar səfərlər uğurlu olacaq. Ayın sonu bir qədər mübahisəli olacaq. Cazibədar fürsətlər qarşınızda açılacaq, lakin onlardan vaxtında yararlana bilmək vacibdir. Ev işləri sizin xüsusi diqqətinizi tələb edəcək.